Son günlər Ermənistanda TRIP layihəsinin icrasının qeyri-mümkünlüyü və ya uzanacağı ilə bağlı iddialar səsləndirilir. Vurğulanır ki, güya ərəb ölkələrində ABŞ obyektlərini vuran İran üçün TRIP də hərbi hədəf ola bilər və İran diplomatiyası onun açılmasına mane olacaq. Üstəlik, layihənin icra olunmasını istəməyən bir qrup ekspert də bu tərz əsassız iddialarla yanlış informasiya yaymağa çalışırlar. Layihənin icrasının ləngiyəcəyi ilə bağlı iddialar səsləndirənlərin isə diqqətdə saxlamalı olduğu bir məsələ var. İlk olaraq, Zəngəzur dəhlizinin tərkib hissəsi olan TRIP iqtisadi layihədir və bunun heç bir hərbi elementi yoxdur. Dəhlizin inkişafı bölgənin iqtisadi və logistik imkanlarını əhəmiyyətli dərəcədə artıracaq ki, bundan Tehran da faydalanacaq. Yəni, dəhliz İrana heç bir təhdid yaratmır. Digər tərəfdən, Zəngəzur dəhlizinin tərkib hissəsi olan TRIP layihəsi elə ən çox Ermənistana fayda verəcək. Lakin İrəvan daxilində hələ də ölkənin müəyyən çətinliklərlə üz-üzə qalmasını istəyən revanşist qüvvələr var. Məhz elə həmin qüvvələr də layihəni ləngitmək üçün İranda gedən münaqişəni bəhanə edirlər. Hazırda isə Ermənistanda revanşist qruplar çalışır ki, bu layihəyə mane olsunlar. Xüsusilə biz bunu Robert Koçaryan, Samvel Karapetyanın çıxışlarında, onların partiyalarının sloqanlarında da görülür ki, revanşist qrup konkret olaraq bu layihəyə qarşıdır. Çünki bütün təlimatları Rusiyadan alırlar. Mən hesab edirəm ki, TRIP layihəsi də reallaşacaq və bu Azərbaycan, Ermənistan, həmçinin Türkiyənin birgə ortaya qoyacağı işdir və bu üç ölkə əgər bu layihənin reallaşmasında xüsusi rol alırsa, deməli buna hər hansı bir üçüncü qüvvələr də qarışa bilməz. Qeyd etmək lazımdır ki, TRIP layihəsinin icrası ilə regionda okeana çıxışı olmayan Azərbaycan və Ermənistanın ticarət əlaqələrinin genişliyi əhəmiyyətli dərəcədə artacaq. Marşrut yeni kommunikasiya xətlərinin açılmasına və inkişafına böyük töhfə verəcək. Dəhliz Azərbaycanı Türkiyə və Avropa, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. İcra edilən layihələrin fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına gətirib çıxaracaq. Bir sözlə, layihə bölgə ölkələrinin iqtisadiyyatı və inkişafı üçün geniş imkanlar yaradır. Layihə özü Mərkəzi Asiya, Avropa, Şərq-Qərb arasında mühüm nəqliyyat dəhlizi elementidir. Yəni bu şərqdə, yaxın şərqdə olduğu kimi hərbi məsələ deyil, hərbi bazalar deyil və yaxud da hərbi siyasi gərginlik mövzusu deyil. Əksinə bölgənin ölkələri üçün faydaları artıracaq layihədir. TRIP layihəsinin bölgədə təchizat logistika sxemini yaxşılaşacağına, bölgənin inkişafına fayda verəcəyinə görə bunu hər hansı digər məsələlərlə analogiya aparılması və yaxud da oxşarlıq aparılması doğru məsələ deyil. Çünki layihənin özü, TRIP layihəsinin özü bölgədə ticarəti artıracaq, bölgədə kommunikasiya əlaqələrini yaxşılaşdıracaq, eyni zamanda da Ermənistanın özünün də blokadadan çıxarılmasına gətirib çıxaracaq. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan sahibkarlarla görüşündə bildirib ki, İrəvanı yaxın gələcəkdə mühüm hadisələr gözləyir. Bu da əsasən TRIP layihəsinin başlanması ilə bağlıdır. O vurğulayıb ki, TRIP Ermənistanın blokadadan çıxarılması baxımından olduqca vacibdir.